Kürdəmirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatında tanınmış alim, tarix elmləri doktoru, professor Habil Məmmədovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdən öncə professor Habil Məmmədov və qonaqlar Kürdəmir rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbiri giriş sözü ilə açan Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadur qızı professor Habil Məmmədovun həyatı və elm fəaliyyətindən geniş söhbət açıb. Tədbirdə çıxış edən bütün natiqlər Habil Məmmədovun keçdiyi həyat və yaradıcılıq yolundan danışıblar. Onlar yubileyarın haqqında dəyərli fikirlərini söyləyərək ona xoş arzularını bildiriblər. Bugün biz belə bir missiyanı həyata keçirdik. Ziyalılarımızı, regionda yaşayan ziyalılarımızı gənc nəslə tanıtmaq məqsədi güdür bugünkü tədbirimiz. Belə ziyalılarımızdan biri də tarix elmləri doktoru professor Habil Məmmədovdur. Bugün Habil Məmmədovun 60 yaşı tamam olur və bu münasibətlə biz ziyalılarla onun görüşünü keçirmişik. Tədbirin sonunda professor Habil Məmmədov ona göstərilən diqqət üçün tədbirin təşkilatçısı Yaqut Bahadur qızına, qonaqlara və bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Cəmlə Nəsir qızı Aqil Əsədov, Musa Qəmbərov bugün informasiya proqramı üçün.